Rasulullah sallallahu aleyhi ve sellem buyurur ki, "Mən mətə və huvə yəd'u min dunillahi niddən dəxələn nar." Açıq aydın bildirir ki, kim Allahdan başqasını ona tay tutaraq dua edərsə, çağırarsa, cəhənnəmə daxil olar. Yəni, insanlar var ki, cəmiyyətdə Allahdan başqasına üz tutur, dua edir. Və bu cürdə deyəndə ki, olmaz, çəkinmək lazımdır, başlayırlar sənə ad qoşmağa. Yəni, insan əgər Allaha iman gətirmişdirsə, səmimi şəkildə, səmimi qəlbdən, yalnız Allaha əl açmalıdır. Allaha üz tutmalıdır. Bilməlidir ki, onun düşüncəsində, zehnində, təfəkküründə bu olmalıdır ki, hər şeyə qadir olan Allahdır. Hər şeyi idarə edən Allahdır. Hər şeyi verən, yerinə yetirən Allahdır. Necə yəni, insan gedir, Allahı qoyur, başqasından yardım istəyir, kömək istəyir, evlad istəyir, imdad istəyir, şəfa istəyir. Hansı ki, sağlığında heç nəyə qadir deyildi. Bu hədis barəsində alimlər qeyd edirlər ki, bu hədis onu göstərir ki, Allaha ortaq qoşanla cəhənnəm arasında onun yalnız ölümü durur. Öldüyü halda dərhal cəhənnəmə daxil olacaq. Allah qorusun. Bu hədis açıq aydın onu göstərirsə, kim Allaha ortaq qoşursa, Allahdan başqasını Allaha tay tutursa, Allahın uluhiyyətində, rububiyyətində və sifətlərində, adlarında dərhal cəhənnəmə daxil olacaq. Və bu onu göstərir ki, deyir müşrik üçün, müşrik kimdir? Allahdan başqasını Allaha bərabər tutan, ona tay tutan, Allahı qoyub başqasından yardım istəyən, kömək istəyən, şəfa istəyən və Allahdan başqasına tutaraq ona yönələn şəxs, alimlər qeyd edir ki, bu hədis onu göstərir ki, onun cəhənnəmə daxil olması ilə onun arasında ölüm durur. Bunların hamısı, əziz qardaşlar, bizə nəyi göstərir? İnsan bilməlidir ki, şirk insanın əməlini puç edir. İnsan Allahdan qorxmalıdır. Və deyir ki, mümini bu cür hədislər nəyə təhrik edir, nəyə çağırır? Allaha ortaq qoşmaq düşüncəsindən çəkinməyə çağırır. Yəni, mömin qorxmalıdır şirkdən, şirkin təhlükəsindən qorxmalıdır və onun böyük günah olmasını dərk etməlidir. Və öz həyatını elə qurmalıdır ki, o şirkə, o günaha düçar olmasın. Çünki bunu da öyrənməsi lazımdır, bunu da bilməsi lazımdır. Əslində, əziz qardaşlar, əziz müsəlman, hər bir müminin, hər bir müsəlmanın İslamı qəbul edib, İslama daxil olan hər bir kəsin əsas öyrənəcəyi məsələ olmalıdır. Hətta ona düçar olmasın.